Azərbaycan xalqını salamlayır və böyük təhlükə haqqında xəbərdarlıq etmək istəyirəm. 2025-ci ilin noyabrın 3-dən noyabrın 6-sına qədər Azərbaycanda sayı 500-dən çox olan Sionist Suhudların konfransı gözlənilir. Müxtəlif ölkələrdən Suhud ravilərinin bu konferansda iştirakı nəzərdə tutulub. Doğma yurdumuzda qeyrətli kişilərin, dindarların, ruhanilərin zindana şərlənib atılmasının pərdə arxası planları gün işığına çıxır. 76 il əvvəl Fələstinə Avropa ölkələrindən qovularaq əmlakları, pulları, işləri əllərindən alınaraq gələn dilənçi Suhudlar qonaqpərvər müsəlman Fələstin xalqına gəldikləri gündən olmazı qeyri-insan müsibətlər gətirdiyini bütün dünya xalqları son 2 illik Qəzza hərbində gördülər. Azərbaycandan 10 dəfə balaca işğal olunmuş Fələstin torpaqlarında Suhudların sayı 10 milyonu keçmişdir. Suhudların planı başqa ölkələrdə, yəni qondarma İsrail dövləti yaratmaqdır. Artıq Cənubi Qafqaz ölkələrində, yəni Ermənistan, Gürcüstan və Azərbaycanda hektarlarla torpaq sahəsi alan Suhudların Bakı konfransı Cənubi Qafqazda tək bir Suhud dövləti təsis etməkdir. Bu region ölkələrində yəqin bilək ki, Suhudlara bu olanlardan başqa kimsə lazım deyil. Dünyada 15 milyon Fələstin xalqının yalnız 5 milyonu işğal altında olan Fələstində yaşayırsa, 10 milyonu dərbədərdir. İllərdir ölkəmizin əhalisinin xaricə iş dalınca gedən kəsiminin müəyyən hissəsi artı Suhudlara əvəz olunmuşdur. Regionda baş verəcək Suhud fitnələrinin yerli əhalinin Cənubi Qafqazdan köç etməsinin səbəb olacağı qaçılmazdır. Əgər biz bu konferansa xalq olaraq etiraz etməsək, Suhudlar ölkəmizi və region Suhudlarının yaşayış üçün əmin-aman olduqlarını yəqin edəcəklər. Bilin ki, bugün qorxudan səsimi çıxartmasaq, sabah qanımızı tökərək bizi sürgün edəcəklər. Hər iki halda təhlükə olacaq. Bir təhlükəyə qarşı getməklə kimliyimizi qoruyacaq, digərini isə gözləyərək yox olacaq. Suhudlara yox deyək, ya vətənə vida deyək. Seçim bizim.